Herkese salamlar, necəsiz? Ümidvaram ki, yaxşısınız. Gününüz xoş keçsin inşallah. Bizlər də çox yaxşıyıq, şükürlər olsun. Ani bir qərarla uşaqların otağını təmizləməyə qərar verdim. Əslində sabahdan başlayacaqdım bu təmizliyə. Gün-gün, otaq-otaq təmizləyib çəkib sizinlə də paylaşacaqdım. Bugün necə oldu? Deməli, uşaqların otağının xalçasını çıxartmaq istəyirdim. Neçə gündür ki, çıxartmaq istəyirdim, amma alınmırdı, çünki ağırdı. Bugün yoldaşım evdə tutmuşkən çıxartdırdım və qərara gəldim ki, otağı da təmizləyim, qalmasın sabaha. Yəni çıxartmışkən dibdən, bucaqdan qəşəng təmiz. Birlikdə indi başlayaq qəşəng bu otağın təmizliyinə. Düzü mən biraz başlamışam otağı təmizləməyə. Sonra yadıma düşdü ki, mən açılış çəkməmişəm, salamlaşmamışam sizinlə. Ona görə təzədən açılış çəkdim. Otağın bir qismini təmizləmişəm. Yazı masasını təmizləmişəm. Yerin bir dəfə pülsozlamışam, ziblilərini təmizləmişəm. Qalıb dolabı, paltar dolabını təmizləmək, üstünü siləcəm. Orada mişqalar var, onları düşürdüb silib, sonra üzünü də siləcəm təmiz. İçi təmizdir, çünki tez-tez əl gəzdirirəm. Paltar falan götürdükcə, qoyduqca silirəm, toz olmasın. Dünən də havalandırmışdım. Sadəcə üstünü və üzünü siləcəm. Bir də yeri silmək qalıbdı. İndi onları da çəkib sizinlə bölüşəcəm. Amma siz ardıcıl izləyəcəksiniz. Yəni otağın təmizliyini başdan sona izləmiş olacaqsınız. Öncədən izlədiyiniz üçün təşəkkür edirəm. Burası hələ tanışıq. Nəyə seçsən? Aparıcı bir şey deyil. Stol ver. Onun üstünü də çıxım siləcəm. Onu orada paltar var, oradan boşuna ver. Şimdi təmizləyək bu otağı. Deməli, yazı masasını göstərim yenə də. Belə bütün polkalarını tökmüşdük. Sildim, üstünü sildim, arxasını da silmişdik. Yerinə çəkməzdən qabaq yazı masasını önə çəkmişdik. Arxasını falan da rahat sildim. Aşağı dolablarını da silmişəm. Sonra yatağın kənarlarını da görəcəksiniz, silmişəm. Sonra bu arxa qismi var ki, oranı masanı çəkməzdən əvvəl pülsosla təmizlədim, sildim. Sonra masanı çəkdik yerinə ki, mənim üçün rahat olsun. Bu yatağı da belə bütün taxtalarını silmişəm. Bu yenə dib qismini fırça ilə təmizlədim. Yəni, silim üstünü tut. Mobil burada oturubdu bacı. Bacı baxdı çalaq. Əlim çatan yerləri silim. Sındırım. Yox. Bacı cəhətçə eğitimimiz bir dənəydi də. Biz getdik. Getməyin, ayları ver. Al bunu da koy. Anne tut bunu. Düzde bacı. Ne? Düştü şeyim ama. Üstünü də sildim. Təmiz. Boyum çatan qədər sildim. Diblərini də oxla ilə təmiz oldu.
suyu da hazırladım. İçində ağ sirkə və yüzey təmizləyici var. Balışların bəzilərini pəncərəyə qoydum, oradan havalansın. Burada da bir ikisi qalıb, onları da digər pəncərəyə qoyacağım. Qutardım, suyunu dəyişdim, əslində təmiz yudum. İndi tozlar alacaq.
Əminə bu aralar tikiş öyrənir, həvəsliyib. Bunlar da onundur. Belə evdə artıq parçalar vardı, vermişəm ona. Özü üçün bekar olanda kəsir, tikir, belə burada nəsə yaradıb. Ona görə bunları saxlayıram. Yəni məşğuliyyətdir də, evdə olanda başını qatır. Belə. Bu şkafı da bitirdim. Aşağı qismində elədim, təmizlədim. Orasını çəkmədim daha çox. Orada xırda-mırda şeylər çox idi. Bir sonka zibil çıxartdım, tulladım oradan. Belə. Qonaq otağının təmizliyi bitdi. Bütün hər yanı tərtəmiz elədim. Sadəcə balışlar qaldı. Onların da üzdüklərini yumağa atmışam. Quruyanda keçirdib düzəcəm. Belə bütün tərtəmiz oldu. Pərdələri yumadım çünki pərdələri təzə yumuşam. Hər dəqiqə bu işıqları çıxardıb taxmaq olmur, çətindir. Ona görə pərdələri yumadım, təmizdir. Belə.